Sual verilir ki, İmam Həsən də Fatimə xanımın övladıdır, Ali Əbadandır, imamdır, İmam Əlinin böyük oğludur, qardaşı ilə də aralarında fərq yoxdur. Bəs nə üçün imamlar Həsən ibn Əlinin yox, Hüseyn ibn Əlinin nəslindən davam etdi? Əvvəlcə qeyd edək ki, bu məsələ elə Əhl-i Beytin və onların əshabının arasında qəbul edilmiş bir məsələdir. Əgər belə bir şübhə və narazılıq olsaydı, elə İmam Həsənin övladları hamıdan öncə bu iddianı irəli sürərdilər. İki məsələyə diqqət edək. 4-cü İmam Səccaddan sonra digər imamlar İmam Hüseynin də, İmam Həsənin də övladları hesab olunurlar. Çünki İmam Baqirin anası İmam Həsənin qızı olmuşdu. Atası da İmam Hüseynin oğlu idi. Deməli, bundan sonra bütün imamlar hər iki imamın övladlarıdır. Digər məsələ budur ki, imamətin İmam Hüseynin nəslindən davam etməsi və hər imamdan sonra onun oğlunun imamlığa çatması bu mənada deyil ki, Əhl-i Beytin digər övladlarının Allah dərgahında heç bir məqamı olmayıb. Əksinə, imamların digər övladları da pak, alim, şücaətli insanlar olublar. İslam yolunda çox zəhmətlər çəkiblər. İmamət 12 imam şiyələrinə görə ilahi bir əmrdir. Allah tərəfindən təyin olunur. Kim elm, əxlaq və bu qəbil şeylər baxımından üstünlüyə malik olsa, Allah tərəfindən imam olaraq seçilir. Biz belə bir sualı bəzi peyğəmbərlər üçün də verə bilərik. Məsələn, nə üçün İbrahim peyğəmbərin İsmail və İshaq adlı oğlanları olduğu halda peyğəmbərimizin dövrünə dək peyğəmbərli İshaqın nəslindən davam etdi, İsmailin yox? Yaxud Yaqub peyğəmbərin 12 oğlu vardı, amma peyğəmbərli onlardan birinin nəslində davam etdi. Həzrəti Yusufun nəslindən davam etmədi. Allah Ənam surəsinin 124-cü ayəsində buyurur ki, Allah öz risalətini harada qərar verəcəyini daha yaxşı bilir. Əgər bir nəfərdə bütün üstün keyfiyyətlər cəm olubsa, Allahın hikməti belədir ki, başqa bir nəfərə üz tutulmur. Elə İmam Əlinin canişinliyi də bu səbəbdən olub. Çünki ən ali xüsusiyyətlər onda cəmlənmişdi. Kimdə gərəkən meyarlar cəmləşsə, Allah ona imamət məsuliyyətini tapşırır. Qeyd edim ki, imamət əsla vərəsəlik deyil, imamət zati ləyaqət istəyir. Allah buna layiq olanı imam seçir. Deməli, əsas meyar ləyaqətdir. Onu da deyim ki, imamət şahlıq, krallıq və bu qəbil şey deyil. Tarixə baxsaz, imamların nə kimi əziyyətlər çəkdiklərini, onların yaşayış tərzlərini, Allah yolunda müsibətlərə sinə gəldiklərini, İslam camiyyəsinin islahı üçün çalışdıqlarını görə bilərsiniz. Bir gün Müfəzzəl İmam Sadiq əleyhissalamdan soruşdu. Nə üçün imamət İmam Hüseynin nəslində qərar tutdu, amma İmam Həsənin övladları imam olmadılar? Həzrət dedi. Musa və Harun hər ikisi peyğəmbər, rəsul və qardaş idilər. Nübüvvət Harunun nəslində qərar tutdu, Musanın yox. Kimsə deyə bilməz ki, niyə belə etdi? İmamət Allahın xilafətidir. Kimsə deyə bilməz ki, Allah nə üçün İmam Hüseynin övladlarında qərar verdi, İmam Həsənin yox. Çünki Allah öz işində hikmətlidir. Ondan nə üçün belə etdiyi soruşula bilməz. Əksinə Allah insanları öz işlərində sorğu-suala çəkə bilər. Ən doğrusunu Allah bilir.